Bir gün Bəhlul danəndə yol keçəndə iki nəfərin dalaşdığını görür. Kənardan onlara diqqət verir və sonra yaxınlaşır. Onları sakitləşdirib niyə dava etdiklərini soruşur. Onlar da iki qonşu olur. Biri hasarının yarım metr çox çəkilməsinə görə o birisi ilə mübahisə etdiyi məlum olur. İkisi də deyir ki, mənim dediyim doğrudur. Bu halda Bəhlul onlara qulaq asandan sonra deyir ki, siz heç torpaqdan soruşmusunuz, o hansınızıdır? Onlar da təəccüblə Bəhlula baxıb deyirlər ki, yox. Onda Bəhlul deyir ki, soruşun, görün o nə deyir. Qonşular bir-birlərinə baxıb donub qalırlar. Belə halda Bəhlul məsələni həll edə biləcəyini deyir. Onlar da razılaşır. Bəhlul qulağını torpağa qoyur və bir qədər müddətdən sonra başını qaldırır. Qonşular səbirsiz halda soruşurlar ki, nə oldu, torpaq nə dedi? Bəhlul deyir, o dedi ki, o sizin heç birinizindir. Əksinə, sizin ikiniz də onunsuz. Amma vaxta ehtiyac var. Qonşular səhvlərini başa düşür və barışırlar.